Şəhanə Həsənovanın yazısından. İnsan dünyaya gəldiyi andan etibarən artıq mübarizəyə başlayır. İlk öncə yaşamaq uğrunda mübarizə aparır. Bu insanın bioloji varlıq olmasından irəli gəlir. Hər bir canlı kimi o da yaşamaq uğrunda mübarizə aparır. Lakin insan təkcə bioloji varlıq deyil, yaradılışın ən alisi, ən üstünü olduğu üçün həm də sosial varlıqdır. Buna görə insan müəyyən yaşa çatdıqda artıq başlayır sosial varlıq kimi mübarizəsini davam etməyə. Çünki yaşadığı cəmiyyət, yaşadığı zamanın tələbləri onu bunu etməyə vadar edir. İnsan prinsipləri, ideyaları üçün, doğru bildiyi hər şey üçün mübarizə aparır. Bu zamanın tələbidir. Bu mübarizəsində insan qalib də ola bilər, məğlub da ola bilər. Ən ağır mübarizə isə insanın öz daxilində səssiz və hər kəsdən gizlin özü ilə apardığı mübarizədir. Bu mübarizədə bir tərəfdə vicdan və ləyaqət tərəziyə qoyulur. Digər tərəfdə isə insanın nəfsi, arzu və istəkləri. Bu mübarizə sənin öz mübarizəndir. Amma tərəzinin hər iki gözünə cəmiyyət, ətraf aləm, yaşadığın mühit baskı edir. Sanki katalizator kimi. Yəni bu mübarizədə sənin hansı tərəfinin qalib gəlməsinin cəmiyyətə bir təsiri olmur. Amma cəmiyyətin sənə mütləq təsiri var. Vicdan elə bir şeydir ki, hər kəs orada özünün kim olduğunu bilir. Vicdan aldatmır. O həqiqətləri sənin üzünə sillə kimi vurur həmişə. Vicdansız insan yoxdur. Lakin susturulmuş vicdan var. İnsanın nəfsi, istəkləri, arzuları vicdanının susmasına təsir edirsə, ən təhlükəli an burada başlayır. Çünki susturulmuş vicdan ən təhlükəli düşmən kimidir. Nəinki insanın özünü, hətta çox asanlıqla ətrafdakı hər kəsi qurbana çevirə bilər. Əgər bir cəmiyyətdə vicdanlar susturulmuşsa, orada nə ədalət, nə dürüstlük, nə də xoşbəxtlikdən söhbət gedə bilməz. Bu cür cəmiyyətlər tarix boyu məhv olub gediblər. Sonda əgər insan tərəzinin vicdan və ləyaqət gözünü seçirsə, cəmiyyət tərəfindən alqışlanır, rəğbətlə qarşılanır. Vicdan rahat olur. Lakin insanın qəlbində qopan tufanlar ömür boyu onu yaralayır, zədələyir, onu yarımçıq edir. Əslində o dik duruşun, vicdanın, ləyaqətin arxasında qalib kimi görünən, əslində çoxdan vicdan və ləyaqətinə məğlub olmuş bir insan obrazı dayanır. Nəfsini, arzularını seçən insan isə vicdan və ləyaqətinə qalib gələrək çoxdan məğlub olmuş bir obraza çevrilir. Quran dili ilə desək, vicdanını, ləyaqətini seçən insan axirətini, nəfsini seçən isə yalnız dünyasını qazanmış olur. Allah bizləri axirətini seçənlərdən qərar versin.
Allah onlar üçün altında çaylar axan cənnətlər hazırlamışdır. Orada əbədi qalarlar. Budur böyük uğur və qurtuluş. Tövbə surəsi 89.